İlk dəfə Azərbaycanda Qazaxıstan universitetlərinin təhsil sərgisi təşkil olunur. Qeyd edək ki, təhsil sərgisi 4-5 mart tarixlərində Bakı İdman Sarayında keçirilir. Və məlumat üçün bildirək ki, sərgidə Qazaxıstan Respublikasının 20-dən çox ali təhsil müəssisəsi öz stendlərini nümayiş etdirir. Hər il xarici vətəndaşlar üçün 550 təqaüd ayıracağıq ki, onlar ölkəmizdəki təhsil imkanlarından yararlana bilsinlər. Keçən il Azərbaycan vətəndaşları üçün əlavə kvota ayrılması ilə bağlı ayrıca saziş imzalanıb. Hələlik bu kvota çox böyük deyil. Bakalavr, magistratura və doktorantura pillələri üçün ildə 12 təqaüd nəzərdə tutulur. Amma biz bu kvotanı genişləndirməyi planlaşdırırıq. Hazırda təxminən 300 Azərbaycanlı tələbə Qazaxıstan universitetlərində təhsil alır və hökumətlərarası qrantlarla yanaşı əlavə yeni qrantlar da təqdim edəcəyik. Qumarbek Davkeyev adına Enerji və Rabitə Universitetini təmsil edirəm. Bizim universitet Almatı şəhərində yerləşir və aparıcı texniki universitetlərdən biridir. Əsas ixtisaslarımız energetika, bərpa olunan enerji, IT, idarəetmənin avtomatlaşdırılması, süni intellekt, elektronika və robototexnikadır. Bizim tələbələrimiz Azərbaycana səfər edirlər. Azərbaycan Texniki Universiteti ilə əməkdaşlığımız mövcuddur. Avrasiya Milli Universitetinin tələbəsiyəm. Bizim universitetimiz Qazaxıstanın paytaxtı Astana şəhərində yerləşir. Universitetimizdə müxtəlif ixtisaslar üzrə 12 fakültə mövcuddur. Bizim universitetimizdə xarici vətəndaşlar da təhsil alır və onlar Qazax tələbələrlə birlikdə yaşayırlar. Təhsil 3 dildə İngilis, Rus və Qazax dillərində aparılır. Sərgidə Buketov adına Qaraqanda Dövlət Universitetini təmsil edirəm. Bugün Azərbaycan abituriyentləri üçün Qazaxıstan universitetlərinin sərgisi keçirilir. Sərgi ən yüksək səviyyədə keçir. Maraqlanan çox sayda abituriyent var. Hər şey yüksək səviyyədə təşkil olunub. Hal-hazırda ən çox Enerji Universiteti xoşuma gəldi. Qazaxıstan. Bəli, Qazaxıstan Enerji Universiteti xoşuma gəldi və maraqlandım. Attestat ilə, yəni attestat vasitəsilə gedib təhsil almaq çox da indi hal-hazırda bu dövrdə sadələşib və hər şey çox gözəldir və xoş anlar keçiririk. 5-ci kurs tələbəsi Diş Həkimliyi Fakültəsində oxuyuram. Qazaxıstanın Türkistan şəhərində Əhməd Yəsəvi Universitetində, Yəsəvi Universitetində oxuyuram. Bacım və qardaşım ikisi də orada oxuyurlar. Onlar da, qardaşım 6-cı kurs diş həkimliyindədir. Bu il artıq diplom alacaq. Bacım isə 2-ci kurs diş həkimliyindədir. Elmin inkişafına töhfə vermək məqsədi ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə fond yaratmaq barədə razılığa gəldik. Bu fond vasitəsilə alimlərimiz birgə elmi layihələr həyata keçirə biləcəklər. Artıq bugün 79 Qazaxıstanlı tələbə Azərbaycanın aparıcı universitetlərində təhsil alır. Bu ildən etibarən rəsmi tələbə mübadiləsi proqramını da işə salacaq. Bundan əlavə, Bakı Ali Neft Məktəbinin bazasında Atırau Neft və Qaz Universiteti ilə birlikdə Azərbaycan-Qazaxıstan Elm və Təhsil Mərkəzi yaradılıb. Həmin mərkəz alimlərimizə birgə elmi araşdırmalar aparmaq imkanı verəcək. Hökumətlərarası təqaüd proqramları çərçivəsində Qazaxıstan Respublikasında Azərbaycan Respublikası vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura təhsil səviyyələrində tam təqaüdlü təhsil almaq imkanları mövcuddur. Və hər tədris ili sözgedən təqaüd proqramı çərçivəsində Azərbaycan Respublikası vətəndaşları Qazaxıstanın müxtəlif nüfuzlu ali təhsil müəssisələrində təhsil alırlar.